Qızlar, hazırlaşıram çünki bu günlərim gedirəm, istəyirəm gedim Narmabayla. Çünki öz nömrəmi asan imza eləməliyəm. İndi ona görə də hazırlaşıram deyəndə bir dənə krem vuracağam. Yəni öz yanımızda bir yerə gedirəm. Daha sonra da əslində asan xidmətə də getməliyəm. Bilmirəm, bugün alınsa bəlkə bugün getdim. Amma əmin deyiləm çünki həvəsim düzünü desəm yoxdur. İşlərim də tökülüb qalıb əslində. Vergi məsələlərimi həll eləməliyəm. Ondan sonra evə qeydiyyata düşməliyəm. Yaşadığımız bu evə, yəni öz evimizə bir illik kupçarı almışıq, amma hələ ki qeydiyyata falan düşməmişəm. İstəyirəm qeydiyyata düşüm. Üstəlik uçota düşmək lazımdır dövlətə hamiləliklə bağlı. Bunu mən sonra bildim əslində. Belə, indi ona görə də çalışacağım ki, bu günlərim yavaş-yavaş məsələləri həll eləyim. Bilmirəm, səsim normal gəlir ya yox. Mikrofonsuz danışıram. Saçım falan da pis gündədir. Gələn kimi də gərək çimim. Gözəlləşim. Hələlik ki, bu abadoku taxacağım. Belə makiyajsız falan getməyi planlaşdırıram. Neyse, gəlin çıxaq. Əlimi dəyişim sonra. Qızlar, bu mənim deməli S ölçü şalvarımdır. Mangodan almışdım. Bunu çox sevirəm. Amma məlum məsələ əynimə gəlmir. Yəni bu hissəsi bağlanmır və ona görə də mən nə etmişəm? Götürdüm bu hissəsini belə üçbucaq şəklində içəri qattaladım. Üstündən də belə bir yaylıq bağladım. Bilinməsin. Və S ölçü şalvarlarımı da belə bir lifehackla giyinə bilirəm. Bunu hardansa internetdən, Instagramdan falan görmüşdüm. Dedim qoy istifadə edeyim, baxım görüm necədir. Bəyəndim. Bir də belə ağ tişörtümü giyindim. Hava da pis olmalı deyil. Yaxşıdır, günəşlidir. Nəsə çıxıram indi. Qızlar, abadoku çıxartmalı oldum çünki başımı incitdi. Onun əvəzinə yenə bunu taxdım. Belə. Bu da mənim total outfitim bugünlük. Kojunu kutkamı giyindim. Ümid edirəm çox isti olmaz, amma soyuq da olmaz. Çünki havanı tutmaq olmur həqiqətən. Belə. Kızlar, burada Ryzen'də asan xidmət var idi deyə dedim daha vaxt itirməyim, gəlim burada asan xidmətə işlərimi həll eləyim. Kızlar, bu günlərim xeyli iş gördüm. Yəni demək olar ki 80% işlərimi həll elədim. Asan xidmətə getdim. Vön məsələmi həll elədim. Ondan sonra yaşayış ünvanımı dəyişdirdim. Düzdür, vəsiqəmi dedim ki, elə adi standart 10 günə götürəcəm. Çünki o qədər də tələsmirəm. Demək olar ki, bu məsələlər hazırdır. İndi 10 gündən sonra təzə vəsiqəmi götürəndən sonra dövlətə uçota düşməliyəm hamiləliklə bağlı. Bundan da işim yəni bitəcək, bitmiş sayılır. Neçə vaxtdır bu prosesi postpon edirdim, uzadırdım, gözümə dururdu ki, çox belə uzun gəlirdi bu proses. Amma çox da belə uzun bir proses deyilmiş, amma yenə də biraz da yoruldum. Axşam da yenə Leyla ilə Könüllə görüşəcəm. Niyə? Çünki Könül bazar günü səhər gedir, yəni sabah yox, bir gün səhər tezdən gedir. Sabahlarımda onun da işi var. Çox güman ki, mənim də işim olacaq, dəqiq bilmirəm. Və ona görə də görüşə bilməyəcəyik. Ən azından istəyirik ki, xəcə bir, yəni son görüşümüz kimi, yəni görüşə sağollaşaq müvəqqəti. İnşallah alınsa payızda yenə gələcək. Belə. Ona görə biraz istirahət eləyəcəm. Yemək yemişəm, biraz yatmaq istəyirəm ki, enerjimi bərpa eləyim. Rahat-rahat axşam gedim, qızlarla görüşüm. Belə. Bu arada vəsiqəmi dəyişəndə yadıma düşdü ki, mən əslində şəkil də çəkdirməliyəm və mən makiyajsız falan, nə bilim, saçım başım pis gündə belə də getmişəm. Dedim, nəysə, eybi yoxdur. Fikir vermədim. Şəklimi çəkdilər, hələ soruşdular ki, necədir, bəyəndinizmi? Dedim, hə, yaxşıdır, bəs eləyər. Çünki onsuz da makiyajsızam. Yəni, neynəsəm də saçım falan da belə deyim ki, wow, qəşəng deyil. Yəni, neçə gündür ki, belə gəzirəm, yumamışam saçımı başımı, bu günlərimi çimmək istəyirdim, amma belə baxıram ki, alınmayacaq, çünki çimib çıxmaq istəmirəm. Hələ ki, hava o qədər də yaxşı deyil, yəni sərindir. Nəysə, dedim, eybi yoxdur, belə qalsın, okeydir. Onsuz da indiki vəsiqələr balacadır, ağlı qaraldı, yəni belə çox da görünmür. Həm də ki, nə qədər vəsiqə istifadə edirəm, yəni heç vecimə deyil.
Dedim yaxşı olsun. Qızlar, jaket geyindim üstdən. Prosta biraz sərinlədi hava, axşamdır. Artıq 7-dir, 8-də işləyir, 8-də görüşürük. Böyle səhər geyindiklərimdir. Prosta üstündən bir dənə belə jaket geyindim. Yenə kojun kurtkamı giyinəcəm. Krasovkalarımı giyinəcəm. Bir də bəzəndim. Biraz belə bəzəndim. Saçlarım da necə varsa elə də qaldı. Da taxmadım o bandananı. Belə nevidimka ilə yığdım. Zajimçiklərlə balaca. Neysə, gələn kimi gərək çimim eləyim, çünki sabahda gedəsi yerim var. Rəfiqələrimlə görüşdüm və gəldik İçərişəhərdə yerləşən Qurban Səid restoranına. İçərisi çox şirin, çox maraqlıdır. Belə ikinci mərtəbəyə biz qalxdıq. Birinci balkonda oturmaq istədik, amma sonra gördük ki, balkon biraz narahatdır. Biraz gözlədik, orada bir-iki masa boşalmışdı və gözlədik ki, masanı yığışdırsınlar və keçdik masaya. Bura gördüyünüz kimi balkon olan hissəsidir. Biraz belə əslində balkonu da qəşəngdir. Sadəcə olaraq 3 nəfərin söhbət eləməsi üçün mən elə gəlir ki, biraz narahatdır. Ona görə də arxada olan masaya keçdik. Oradan qonaqlar getdilər, ondan sonra biz oturduq. Görüşəndə artıq axşam saat 8 idi. Ona görə də hamımız demək olar ki, evdən gəlirdik, yeyib gəlmişdik və desertlər dedik. Mən belə Napolyon dedim və çay dedik. Napolyon pis deyildi, normal idi, çay da yaxşı idi. Belə oturduq, söhbət elədik bol-bol və ondan sonra getdik, biraz da İçərişəhəri gəzdik. Bir də inşallah payızda. İnşallah. Gəl amma mütləq. İndən deyim manifest edək. Sonra da travel. Onda manifest edək. Qızlar, hazırlaşmışam. Gedirəm bibim qızı gilə. Bacım da gələcək ora. Başım. Saçım belə alınıb. Çolkamı yenə adi burmuşam. Bilmirəm necədir. Ekranım balacadır, görmürəm bir saniyə. Gözümün üstünə belə bir çeyin vurmuşam. Çox qəşəngdir. Revolution'un böyük bir paleti var məndə. Çox gec-gec istifadə edirəm. Bu rəngi çox sevirəm. Arada bir belə istifadə edirəm. Saçlarım da belə alınıb, dediyim kimi. Əslində yaxşı burulub. Sadəcə olaraq çox hissəsi biraz qəribə durur. Dünənki şalvarı giymişəm. Bugün sadəcə olaraq ağ sarıçka ilə giymişəm. Baxın, görün, buradan sizə göstərim. Belə. Dünənki şalvar, üstündən də sarıçka. Belə, sən qaçdım. Bibim qızı inanılmaz gözəl bir salat eləmişdi. Çox dadlıydı, dəhşət. Çox vurulduq, yəni hamımız yalvarırdıq ki, nə olar bunun reseptini bizə göndər. Qrupa atdı, çox dadlı salat idi. Düzdür, bilmirəm mən nə vaxt o salatı hazırlayaram ya yox. Yəni mən o qədər də evdə biş-düş eləməyi sevən adam deyiləm. Amma dadlı yeməyi də çox sevirəm, xüsusilə sevirəm. Bu arada bibim qızıgilin belə balaca 2 dənə cunqariki var. Çox şirindilər, görün nə balacadılar. Bu bir dənəsidir, bir dənəsi də yəni öz qabındaydı, akvariumundaydı. Onu götürmədik. Belə balaca akvarium kimi qabları var. Çox az yeyirlər, çox az yer tuturlar, amma
bugündən sonra elə bir səhərsi gün bibim qızı bizə video göndərdi ki, sən demə cunqariklərin biri dişiymiş və balalayıb. 5 dənə balası olubdu. Düzdür. Sonra cəmi 2 dənə balası qaldı. Amma yenə də çox şirindilər. Bu da ki, inanılmaz dadlı desert idi və çox təbii şeylərlə hazırlanmışdıq. İçərisində qatıq idi, bal idi, çiya idi və inanılmaz dadlı idi, çox dadlı idi. Ümumiyyətlə hər iki bibim qızı ikisində yəni dəhşət çox, yəni əlinin duzu var. Çox dadlı bişirirlər hər şeyi, inanılmaz idilər. Nəysə, həmişə onlara gedəndə sevinirəm ki, çox dadlı yeməklər yeyəcəm. Qızlar, bugün vlogu burada dayandırmaq istəyirəm. İnşallah yeni videoda yenidən görüşərik. Mütləq ki, kanalıma abunə olun və videomu like edin. Hamınızı öpürəm.